Aleykümselam rahmetullahi ve berekatuhu. Cümə günü imam xutbə verərkən iki rükət namaz qılmaq, yəni məscid namazı təhiyyəti deyil, təhiyyətul məscidi Peyğəmbər sallallahu əmr edibdir. Sizlərdən biri cümə günü məscidə daxil olduqda üç rükət namaz qılsın, qoy onu tez eləsin. Tez odur ki, yəni insan vacibləri yerinə yetirir. Rukunları, vacibləri, yəni sünnələri eləmir, tez olmayanındadır. Hədis Müslim'dədir. Peyğəmbər sallallahu özü edibdir bunu, yəni. Bir nəfər məscidə girərkən soruşur ki, qılıbsan məscid namazını, deyir dur qıl. Və o tez elə girər onu, yəni ki, yalnız fərzləri yerinə yetir mənasındadır. Gəncə Allah bilir. Amma o məscid imamları onu deyirlər, xutbəyə qulaq asmalısan. Xutbəyə qulaq asmaq bəli vacibdir, amma bunu Peyğəmbər sallallahu özü əmr edibdir. Məscidə girərkən qılan namazı. Gəncə Allah bilir.